Salam. Birinci sualda deyir ki, bu ifadəsinin qiymətini hesablayın. Burada biz 5 aparıb yerinə yazsaq, uzun çəkər məsələnin həlli. Ona görə həm sürətdən, həm də məxrəcdən fikir verirsə, x-i ortaq vuruq çıxarmaq olar. Deməli, nə edirik? Birinci sürətdən x-i ortaq vuruq çıxarsaq, yerində nə qalacaq? X kvadrat çıx 2x üstə gəl 1 qalacaq yerində. Birinci sürətdən x-i ortaq vuruq çıxarsaq. Məxrəcdən də x-i çıxaracaq, çünki hamısında x var. Burada x-i çıxaranın yerinə nə qalacaq? X kvadrat çıx 4x üstə gəl 3 qalacaq. Və buradan hər ikisindən x-ləri ixtisar eləmək olar. Fikir verirsinizsə x-lər ixtisar gedir. Yerdə qalan ifadələrə baxsaq, deməli birinci ifadədə baxırsınızsa x-in kvadratı var, 1-in kvadratı var və hasildən 2 misli var. Ona görə də bu ifadə x minus 1-in çöldən kvadratıdır. Məxrəcdəki ifadədə isə vuruqlara ayırsaq bunu x minus 1, x minus 3 kimi yaza bilərik. Çünki viyyətlə də ayıra bilərik bunu. Deməli, hasili 3, cəmi 4 eləyəndədirlər, 1 və 3-dür. Ona görə bu şəkildə vuruqlara ayıra bilərik. Və yaxud da x kvadrat çıx, bu 4x-i mənfi x minus 3x kimi də ayıra bilərəm vuruqlara. Mənfi 4x-in əvəzində mənfi x minus 3x yazsaq, bu iki dənədən x-i çıxarasız x minus 1 qalacaq. Növbəti 2 dənədən də mənfi 3 çıxarasız x minus 1 qalacaq. Və hər ikisində x minus 1 var, qarşıya versək, yəni bu məxrəcə yazdığım ifadəni alasınız. Deməli, buradan x minus 1-lərin biri də ixtisar gedir. Yuxarıda x minus 1 qalır, aşağıda x minus 3 qalır. Və bizdə x 5 olduğu üçün gətirib 5-i yerinə yazsaq, 5-dən 1 çıxanda yuxarıda 4, 5-dən 3 çıxanda 2 qalır, cavab eləyir 2. Keçirik növbəti suala. Növbəti sualımızda deməli deyir ki, kök 2 minus 1-in kvadratı vur 3 plus 2 kök ifadəsinin qiymətini hesablayın. Biz bunu necə hesablayacaq? Əvvəlcə bu ifadəni kvadrata yüksəldək. Deməli, kök 2 minus 1-in kvadratı a minus b kvadratı düsturuna görə birincinin kvadratı eləyir 2, hasilin 2 misli eləyir 2 kök 2, üstə gəl ikincinin kvadratı eləyir 1. Və nəticə olur 3 minus 2 kök 2. Yəni, birinci mötərizənin kvadratını tapdıq, alındı 3 minus 2 kök 2. Və 3 minus 2 kök 2 ifadəsində buna vurmalıyıq. Ona görə də yazaq onu burada 3 plus 2 kök 2-yə vuraq. Deməli, bu rəngin dəyişik. Bərabərdir. 3 minus 2 kök 2-ni 3 plus 2 kök 2-yə vuranda da müxtəsər vurma düsturuna görə birincinin kvadratı çıx, ikincinin kvadratı alınır. Cavab edir 9 minus 8, yəni 1. Kökün kvadratı 8 edir. Y bəndə. Keçirik növbəti suala. Növbəti sualımızda 9-cu sualdır. Hesablayın. Baxırsınızsa bu kök ifadədə deməli birinci bura olduğu kimi qalsın. Fikir verirsinizsə yuxarıda 8-in kvadratı neçə dəfə təkrarlanıb? Cəmi 4 dəfə. Ona görə bunun əvəzinə 4 vur 8-in kvadratı yaza bilərəm. Məxrəcdə də 4-ün kvadratı 4 dəfə təkrarlandı. Onu da 4 vur 4-ün kvadratı kimi yaza bilərəm. Çünki bundan 4 dənəsini toplamaq, onu 4-ə vurmaq deməkdir, bilirim. Burada 4-lər ixtisar gedir. Yerdə qalır 8-in kvadratı bölək 4-ün kvadratı. 8-in kvadratı bilirik ki 64 eləyir, 4-ün kvadratı bilirik ki 16 eləyir. 64-ü 16-ya bölündə 4 düşür, ondan da cavab 2 çıxır. Cavab olur A variantı. Keçdallıq növbəti suala. Növbəti sualımızda 4 kiçik bərabər x kiçik bərabər 7 olarsa, deyir bu ifadənin qiymətini, ifadəni sadələşdirin daha doğrusu. Bu ifadəni baxaq görə necə sadələşdiririk? Bilirik ki, cüt dərəcələrdə kökdən, burada dərəcə 2-dir, yazılmır, bilirsiniz. Cüt dərəcələrdə kökdən modulları çıxar ifadələr. Yəni, bu kvadratla kök gedir. Burada modulla x minus 9 çıxır. Növbəti üstə gələk. Burada da kvadratla kök ixtisar gedir. Nə çıxır? Modulu çıxır. Bərabərdir. Və modulları sadələşdirmə məsələsində biz bilirik ki, modulun içi müsbətdirsə özü çıxır, modulun içi mənfidirsə əksi çıxır. Yəni, biz bunu belə bilirik qaydası. Ona görə də indi birinci modulun içinə baxırıq. X çıx 9, x nəzərə alsaq ki 4 ilə 7-nin arasındadır.
Deməli, x-dən 9 çıxanda mənfi ədəd eləyəcək. Bunun işarəsi mənfi 20 olduğunun üçün. Keçirik ikinci modulun içərisinə baxaq. Deməli, burada 4 ilə 7 arasında olan bir ədədin üzərinə 5-i gələndə təbii ki, bu müsbət eləyir. İndi x-9 işarəsi mənfi olduğu üçün, deməli, bizə dediyi mənfidə əksi çıxır. Ona görə birinci moduldan əksi çıxacaq, yəni 9 minus x çıxacaq. Amma ikinci modul müsbət olduğu üçün içərisi, ona görə özü çıxacaq. Burada da cavab mənfi x ilə müsbət x islah olunur. Cavab qalır 9-5, 14. D variantı. Keçsallıq növbəti suala. 11-ci sualda deyir, bu ifadənin qiymətini tapın. Fikir verirsinizsə, surətdə 2 üstü 2002 var, bir də 2 üstü 2003 var. Bunların ikisindən də orta vuruq nəyə çıxara bilərik? 2 üstü 2002-ni çıxara bilərik. 2 üstü 2002-ni çıxardaq orta vuruq. Yerdə nə qalacaq onda? 1 çıx, 2 qalacaq. Aşağıda da 4 üstü 1000'dir. 4 üstü 1000 bilirik ki 2 üstü 2'nin üstü 1000'dir də. Yəni 4 2'nin kvadratıdır deyə bilir. Buradan olur 2 üstü 2002 vuraq. Birdən də 2 çıxanda nə qalır? Mənfi 1 qalır. Yəqin ki burası aydın oldu. Deməli 2002'ni çıxardanda buna yerində 1 qalır. 2 üstü 2003'dən 2 üstü 2003'ünü götürəndə bir dənə 2 qalardı. Çünki vurub açanda yenə 2 üstü 2003'ü verməlidir. Məxrəcdə də bilirik ki 2-ni 1000'ə vuranda eləyəcək 2 üstü 2000. Bunlar da yenə böləndə üstlər çıxılır və yaxud da ixtisar gedir. Yuxarıda qalır 2'nin kvadratı. 2'nin kvadratı 4 eləyir. 4'ü də mənfi 1'ə vuranda cavab eləyir mənfi 4. Cavab C variantıdır. Keçid alarıq növbəti suala. 12-ci sualımızda deyir ki, A parametrin hansı qiymətində bu tənliyin həlli yoxdur. Bunun həllini buraya yazarıq. Deməli, biz bilirik ki, ümumiyyətlə AX bərabərdir. B şəklində olan tənliklərin nə zaman həlli olunur? A sıfıra bərabər olanda, B sıfırdan fərqli olanda. Məsələn, 0x bərabərdir 8. Bu sıfır olanda bu sıfırdan fərqlidir. Bu tənliyin həlli yoxdur. Nəyə görə yoxdur? Çünki mən sıfırı nəyə vurub 8 ala bilərəm? Elə bir ədəd yoxdur. Ona görə deyir ki, bunun həlli boş çıxılır. Bu tənliyi də biz bu şəkildə gətirməliyik ki, deyə bilək nə zaman həlli yoxdur. Ona görə x-ları bir qruplaşdırmalıyıq, ədədləri bir. 5x-i sola keçirdəcəyik, olacaq ax üstə gəl. 5x bərabərdir 13 çıxaq 7. 7 də sağa keçir. Və burada qruplaşdırma yaparsaq A plus 5x olacaq. Bərabər 7 çıxanda 6. Artıq deməli, dediyimiz tənliyi şəklində saldıq bu tənliyi də. X bərabər B-yə oxşadır. Deməli, x-in əmsalı burası 0 olmalıdır. Bura onsuz da 0-dan fərqlidir. Yəni, şərti ödəyir. Ona görə A plus 5 bərabər götürürük 0-a. A bərabər alırıq mənfi 5. Yəni, A mənfi 5 olanda bu tənliyin həlli olmayacaq. Cavab B variantıdır. Sağ olun, növbət dərslərdə görüşərik inşallah.